Yenə çevikdən danışmaq istəyirəm. Bəri başdan deyim, başqalarından fərqli olaraq mən reyting xatirinə edirəm. Çünki ona daha çox reaksiya var, ona çox daha baxış var və bu da reyting gətirir. Bax, başqalarından fərqli olaraq mən boynumu alıram. Çevik və çevik kimlər çoxalır son zamanlar. Bunun da hökumət öz əlindən gələni eləyir. Məsələn, tutaq ki, bəzilərin tutub bir neçə günlük iş verir və bu məsələnin həlli deyil. Bəzən də yerdə xüsusi insanlar peyda olub. Xaricdə yaşayanlar ya bizdə olanlar, hansısa bölgədə kişi yoxdur, niyə ona cavab vermirlər? Belə məlum olur ki, yaranmayan, yaradılmayan, möhtac olmayan Allaha yerdə vəkillər və yaxud qolçamaqlar və yaxud tutaq ki, qol zorpalılar lazımdır. Çünki onu müdafiə eləmək lazımdır. Allahın müdafiəçiləri peyda olub, fikirləşək onu fiziki olaraq məhv eləmək, yəni çevik və çevik kimləri öldürmək lazımdır. Amma heç kəs başından istifadə eləyib həmin adama cavab verə bilmirlər. Çünki adamın həm dili var, dilçəyi də var. Çünki müharibə qazisidir, veteranıdır. Medalları ilə təltif olunmuş. Yəni kimsə onu satqın adlandıra bilmir. Kimsə onu deyə bilməz və bu adama cavab vermək üçün də mütləq onu öldürmək lazımdır. Amma heç kəs başı ilə istifadə eləyib cavab verən yoxdur. Hökumətdən bir belə maaş alanlar var. Məsələn, tutaq ki, hansısa idarə, dinimizi təmsil edən adamlar, onlar cavab verə bilmirlər, amma kimsə yerdə durub onu öldürmək lazım, mütləq. Peyğəmbərimizin başına zibil atanları o öldürmədi, amma buradakı yerdəki bəzi insancıqlar onu öldürməklə qorxudurlar. Öldürməklə məsələnin həlli deyil, öldürməyə yox. O sizə söz deyirsə, siz də sözlə cavab verməlisiniz. Bu adam gənc oğlandır, fikirləşir ki, həyat bu düşündüyü qədərdir. Allahı bədən metafizika ilə sübut eləməyə çalışır. Əslində qalanda Allah hava kimidir, oksigen kimi biz alırıq, amma varlığı görsənmir. O demək deyil ki, yoxdur. Allah məfhumu bu bizim müasir dövrdə götürəndə bir nizam var. Yerin göyün bir nizamı var. Biz həmin nizamı Allah deyirik. İndi kimsə nəsə boş deyir, oksi deyirlər, nəsə deyirlər. Amma nizam var. Ola bilməz ki, bu planetlər, bu ölkələr, bu belə dünyamız belə hər nə varsa dəqiq saat kimi işləyir və bunu elə-belə öz-özünə yaransın. Biz o nizama Allah deyirik. İndi o gənc oğlandır və fikirləşirəm ki, hələ gəncdir, böyüdükcə biraz da fikrindən bəlkə daşınar, amma daşındı, daşınmadı. Söz deyənə sözlə cavab vermək lazımdır. Elmlə cavab vermək lazımdır. Elmlə sübut eləyirsə, o elmi bəzən Allahın düşüncəsi ilə elm düz gəlmir. Biz hər nə varsa elmlə, dəqiq elmlərlə bərabərləşdirməyə çalışır. O da düzgün metod deyil. Yəni bunu başa salmaq lazımdır. Amma öldürmək bu nədir? Allahın vəkilləri ya qolu yoğuna ehtiyacı yoxdur.